Mədə kismə əməliyyatı olmuş insanlar hər kəs fərqli sağalır. Bəli, iki insan eyni palatada, eyni gündə əməliyyat edirsən, biri bir həftəyə işə çıxır, biri 2 həftəyə işə çıxır. Biri 2 həftəyə sağalır, biri 1 aya sağalır. Birində ürək bulanma 1 ay olur, birində 3 ay olur. Digərlərində ümumiyyətlə ürək bulanma olmur. Və ağırlaşmalar. Mədə kismə əməliyyatından sonra 100 insanın 1-3%-də mədə divarından qaçaq ola bilər. Bəzi insanlarda nadir də olsa əməliyyatdan sonra qarın daxili əməliyyat olunan yerlərdən qanama ola bilər. Bu ola bilərlərin qabağında insanlar şübhələnir ki, bunlar hər hansı bir həkimin xətasıdır. Eyni əməliyyat eyni insanda, müxtəlif insanlarda icra olunur, lakin müxtəlif nəticələr, müxtəlif işə çıxma günləri və sağalma günləri. Buna səbəb nədir? İnsanlar bilməlidirlər ki, bizim bədənimizdə orqanlar eyni olsa da, yəni məndə olan mədə sizdə də eynidir. Məndə olan qaraciyər sizdə də eynisidir. Bütün dünya insanlarının qaraciyərləri qaraciyərdir, mədəsi mədədir, ürəyi ürəkdir. Orqanlar eynidir, amma orqanizm sistemi fərqlidir. Sistem fərqlidir. Bunların birlikdə çalışma mexanizmləri fərqlidir. Bax, ona görə də insanlar müxtəlif sağalır, müxtəlif günlərdə özlərini yaxşı hiss edir, müxtəlif günlərdə işə çıxır. Və bunu həkimin əməliyyatı icra etməsinin fərqliliyinə yıxmaq lazım deyil. Yəni, düşünməyin ki, həkim birini yaxşı əməliyyat etdi, birini pis əməliyyat etdi. Xeyr. İkisi də eyni standart əməliyyat olunan insanın, dediyim kimi, eyni gündə əməliyyat olunan, müxtəlif günlərdə özün bərpa edir və əmək fəaliyyətinə, normal həyata dönürlər. Buna da səbəb orqanizmin fərqli olmağıdır, insanların individual olmağıdır. Panikaya düşmək lazım deyil, əsas odur. Hər hansısa bir problemdə öz həkiminizə, cərrahınıza, gastroenteroloqunuza və digər həkiminizə vaxtında müraciət etməlisiniz və problemi vaxtında aradan qaldırmalısınız. Elə olduqda gələcəkdə normal və xoşbəxt həyat sizi gözləyir. Sağ olun, sağlıqla qalın.